Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərinin səhifə 60, 67 və 68-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmayı unutmayın. Gəlin başlayaq. 6. A 12 və B 6 olduqda ifadələrin qiymətini hesabla və cavabı altında yaz. 20 vurulsun A, çıxılsın 168, bölünsün B. Bunun həlli belədir. 20 vurulsun 12, bərabərdir 240. 240 çıxılsın 168, 72. 72 bölü 6 bərabərdir 12. Burada A'nı 12, B'ni isə 6 götürür bütün məsələdə, misallarda. 30 vurulsun 12 üstəyərli 2 vurulsun 6 mötərizə bağlandı. Bölünsün mötərizə 12 bölünsün 6. Bunun həlli isə belədir. 30 vurulsun 24 bərabərdir 720. 720 bölünsün 2 bərabərdir 360. Cavab 360. Digərinə baxaq. Mötərizə 12 vurulsun 12, çıxılsın 4 vurulsun 6. Mötərizə bağlandı, bölünsün mötərizə. 12 çıxılsın 6 böl 3, mötərizə bağlandı. 12 vur 12 bərabərdir 144, 144 çıxılsın 24 bərabərdir 120. 120 böl 10 bərabərdir 12, cavab 12. Tənlikləri həll et. 23 vurulsun x bərabərdir 2000 çıxılsın 68. 23 vurulsun x bərabərdir 1932. X bərabərdir 1932 bölünsün 23. X bərabərdir 84. 6000 çıxılsın x bərabərdir 102 vurulsun 54. 6000 çıxılsın x bərabərdir 5508. X bərabərdir 6000 çıxılsın 5508. X bərabərdir 492. Minus 8 üstəgəl y bərabərdir 122 vurulsun 25. 1108 üstəgəl y bərabərdir 3050. Y bərabərdir 3050 çıxılsın 1108. Y bərabərdir 1942. B bölünsün 98 bərabərdir 560 bölünsün 40. B bölünsün 98 bərabərdir 14. B bərabərdir 98 vurulsun 14. B bərabərdir 1372. 8. Boş xanaya elə rəqəm yaz ki, şərtə uyğun ən böyük ədəd alınsın. A. 16 ədədi 96-nın böləniridir. Burada 6 yazırıq. B. 528 ədədi 6-nın böləniridir. Buradakı boş xanaya 8 ədədini yazırıq. 9. Qaydanı müəyyən et və boş xanalara uyğun ədədləri yaz. A. Giriş 3, çıxış 10. Giriş 5, çıxış 16. Giriş 9, çıxış 28. Giriş 10, çıxış isə 31. B. Giriş 40, çıxış 6. Giriş 50, çıxış 7. Giriş 60, çıxış 8. Giriş 80, çıxış 10. C. Giriş 3, çıxış 9. Giriş 5, çıxış 25. Giriş 6, çıxış 36. Giriş 7, çıxış 49. Buradakı qanuna uyğunluq budur ki, bütün ədədləri özünə vururuq və sonda da 7-ni 7-yə vurub 49 ədədini alırıq. 10. Sözlərlə verilmiş ədədləri rəqəmlərlə yaz. Bu ədədləri azalan sıra ilə düz. A. 3,2, 0,8, 9,5, 0,9. Və mənim yazdığım kimi yazırsınız. Çünki bunu oxuya bilmərəm. Çünki oxunuşları burada yazılıb. Bunları azalan sıra ilə düzək. Azalan sıra ilə düzsək belə olur. 9,5, 3,2,
0,8, 0,9. B. 5,6, 1,7, 4,4, 4,11. Azalan sırayla düşsək belə olar. 5,6, 5,7, 4,7, 4,11. Keçək səhifə 68-ə. 11. Hesabla. Alınan cavablardan şərtə uyğun ədədləri müəyyən et. 0,32 üstəgəl 0,12 bərabərdir 0,49. 23,8 çıxılsın 10,6 bərabərdir 13,2. 7,11 üstəgəl 3,3 bərabərdir 10,41. 6,6 çıxılsın 2,1 bərabərdir 4,5. 0,6 üstəgəl 0,5 bərabərdir 0,65. 0,44 çıxılsın 0,4 bərabərdir 0,4. 5,3 üstəgəl 0,3 üstəgəl 3,124 bərabərdir 8,57. 4,5 üstəgəl 3,128 üstəgəl 2,1 bərabərdir 9,79. 7,26 üstəgəl 0,4 üstəgəl 1,2 bərabərdir 8,86. A. 6,1 və 9 ədədləri arasında yerləşən ədədlər. 8,65, 8,57, 8,86. B. Onda birlər mərtəbəsində 4 rəqəmi olan ədədlər. 0,49, 10,41. C. Yüzdə birlər mərtəbəsində 5 rəqəmi olan ədədlər. 4,5 və 8,65. 12. Verilən şərtə uyğun 2 misal yaz. A. Cəmi 8-də 5-ə bərabər olan kəsrlər. 8-də 1 üstəgəl 8-də 4 bərabərdir 8-də 5. 16-da 2 üstəgəl 16-da 8 bərabərdir 16-da 10. İxtisar etdikdə 8-də 5. 2 ixtisar etdikdə 8-də 5. B. Fərqi 4-də 1-ə bərabər olan kəsrlər. 4-də 3 çıxılsın 4-də 2 bərabərdir 4-də 1. 8-də 6 çıxılsın 8-də 2 bərabərdir 8-də 4. 2 ixtisar etsək 4-də 1. C. Cəmi 2,8-ə bərabər olan onluq kəsrlər. 2,4 üstəgəl 0,4 bərabərdir 2,8. 1,5 üstəgəl 1,3 bərabərdir 2,8. D. Fərqi 0,4-ə bərabər olan onluq kəsrlər. 0,8 çıxılsın 0,4 bərabərdir 0,4. 0,9 çıxılsın 0,5 bərabərdir 0,4. 13. Silinmiş rəqəmlərin yerinə verilmiş ədəd rəqəmlərdən uyğun olanları yaz. A. 8-də 5 kiçikdir 5-də 5. B. 5-də 2 böyükdür 6-da 2. C. 7-də 3 böyükdür 7-də 1. D. 9-da 3 kiçikdir 9-da 4. E. 8-də 6 böyükdür 8-də 5-dən. F. 6-da 3 bərabərdir 12-də 6-ya. 14. CAP və PAD bucaqları CAD bucağını əmələ gətirir. Bu bucaqlardan ikisinə görə üçüncüsünü tap və cədvəli tamamla. Cədvəldə CAD, PAD, CAP və CAD bucaqları soruşulur. Bunları tapaq. Bucaq CAD-ni tapmaq üçün bucaq CAP ilə PAD-ni toplayırıq və 127-ni alırıq.
Bucaq PAD-ni tapmaq üçün bucaq CAD-dən 120, yəni 121-dən CAP-ni çıxırıq və 24-ü alırıq. Bucaq CAP-ni tapmaq üçün bucaq CAD-dən PAD-ni çıxıb 112 dərəcə nəticəsini alırıq. Bucaq PAD nəticəsini tapmaq üçün bucaq CAD-dən bucaq CAP-ni çıxırıq və 56 dərəcə nəticəsini tapırıq. Bucaq CAD-ni tapmaq üçün bucaq CAP ilə bucaq PAD-ni toplayırıq və 162 dərəcə nəticəsini alırıq. Bu, belə bil ki, bir tənlikdir. Çünki bucaq CAD azalan kimi götürün. Bucaq PAD çıxılandı və digərlərində fərqdir. Tapmalı olduqlarımız da fərqdir. Yəni bu ən böyüyü budur, sonra isə digərləri də balacalardır. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.